Baxırıq uşaqlar 16-cı suala. 16-cı sualda deyir ki, A-da 3-cü elementə qədər gəl, 3-cü elementi götürmə. Bilirik ki, sonuncu element götürülmür. Deməli, A-nınki olar S, T, bir də A. Sonra B-də isə deyir ki, 6-cı elementdən başda 6-cı elementi götür. Baxırıq ki, 6-cı indeksə düşən elementimiz E-dir. Və sondan 10 dənə say və biz bilirik ki, sonuncu götürülmür da. Saysaq sondan 10 dənəsini 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10 xıya düşür, xını götürmürük. Deməli, bizə lazımdır bir dənə 6-cı elementimiz. Onlar deməli, B-mız elementi E. Sonra deyir ki, len sayanda alırıq, deməli, dimin uzunluğunu 16 və bölsək 4-ə alarıq. Deməli, daha doğrusu 16 deyəndə 17 alınır. 4-ə bölünməsindən alınan cavab tam olaraq 4-dür. Deməli, mənə lazımdır ilk 4 dənə elementimiz. Yenə 4-cüyə qədər gəlirik, 4-cünü götürmürük. Deməli, burada da olaraq S, T, A, T, E. Olar S, T, A, T, E. Daha doğrusu E-ni götürmədik. Stat. 3-cü indeksə qədər gəldik. Deməli, 3-cü indeksə qədər gəldik, 3-cü indeksi götürmədik. Bu qədər. Sonra bunları birləşdiririk. Birinci C gəlməlidir, yəni stat gəlməlidir. Deməli, birinci gəlməlidir stat. Sonra gəlməlidir B, yəni E işarəsi gəlməlidir. Ondan sonra da sta gəlməlidir. Cavabımız uyğun gəlir A-ya uşaqlar. Deməli, bu bizim C-mizdir, bu bizim B-mizdir, bu da bizim A-mızdır. Bu qədər cavab.